Onu ya. Onu ya bu. Gözün görüm tapa bilirəm. Varo, Ha. o uşağa sən pul atmışdın. Yox, hala məndə pul var, elə kimə gəldi pul atım. Yox, ya pul yığmışdın onun üçün. Yox, yox, mən pul yığıram kiməsə. Məsələn, sən olmaz, sosial şəbəkədə pul yığmağı qadağandır. Bir də ayda ildə bir dəfə indi sənə eləmişiksə o demək deyil ki, kim gəldi hamıya pul yığaq. Elə şey var. Kimin ehtiyacı varsa Heydər Əliyev fondu var, dövlətimizin təqdim elədiyi bir qurumlar var. Ora müraciət eləməlidir, yardım almalıdır. Biz kimik ki, hər TikToker atsın burada kiməsə yardım edeyim, nə bilim. Efendim, ayakkabılarımı verdin ona. Hə, ayaqqabıları verdim, heç nə olmaz ayaqqabı. Makasinler getdi. Heç nə olmaz. Böyle ekran tıklayın dostlar. Mən yenə gəldim, ay buraxdılar. Bircə dəqiqə tapacam uşaqlar. Şikayət elədiyim videonu. Bircə dəqiqə mənim haqqımda danışdığına görə. Yəni bilirsiniz ki, kimlərsə mənim haqqımda nalayiq ifadələr işlətdiyi halda Daxili İşlər Nazirliyinə Kim danışma haqqında? Gözlə. Dostlar, bir ekran tıklayın. Gözlə tapacam. Buradadır. Bana bir tane mahnı okuyuyorum sen tapan kimi. Yo, oxuma, gözlə. 2 Pis dəqiqə oldu gözlə. ha. Uşaqlar ekranları tıklayın. Dayan tapacam. Buradadır. Hani ya. Hayda. Nicat, həmin videonu mənə at da bir dənə, bura. Ay Nicat. Nicat, həmin videonu mənə at da WhatsAppda. Mənim haqqımda danışır. Mən heç vaxt sosial şəbəkədə mənim haqqımda danışan insan barədə susmuram. Nə də ki, canlı açıb onun haqqında danışmıram. Birbaşa dövlətin qurumlarına şikayətimi bildirirəm. Ya prokurorluğa, ya da dinin 102 xidmətinə, ya da ki, ərazi üzrə polis bölməsinə. Və bildirmək istəyirəm ki, hər hansısa bir şəxs sizi sosial şəbəkələrdə şərəf və ləyaqətinizi təhqir edirsə, sizin haqqınızda nalayiq ifadələr işlədirsə, bununla bağlı dava eləməyə ehtiyac yoxdur. Birbaşa hüquq mühafizə orqanlarına şikayətinizi bildirirsiniz və onunla bağlı araşdırılma gedir. Və salam. Atdım yazıb. Gözlüyüm. Vaka, ay Vaka. Vaka. Alo. Hə. Sen kim pisleyip? Yox, pis deməyib. Ya, biraz qatıq danışır. İndi Adın göstərməyim. nedir? Adın nedir? Adın nedir Şanlı?